Salam gözəl insanlar. Videoda başlıqdan da gördüyünüz kimi bu video 4 universitet və 3 ölkədə təhsil almaqla bağlıdır. Bunu necə eləmişəm və ən əsası bunu hamı edə bilər. Amma bunu edərkən necə bu 4 universitetin heç birinə bir qəpik pul ödəmədən, hətta universitetləri mənə ödəməyə məcbur etmişəm. Bunu öyrənmək üçün davam edin. Əvvəlcə özümdən danışım. Mən Pəri Abbaslı. Bu qədər. Aşağıda açıqlama hissəsində özümlə bağlı trilyonla məlumat var. Ona görə də oradan rahatlıqla daha çoxunu öyrənə bilərsiniz. Özüm belə pis insan deyiləm. Ona görə əgər məni izləməyə alsaz, LinkedIn-dən, Instagram-dan və s. maraqlı şeylər öyrənəcəyinizə təminat verə bilərəm. Digər bir məsələ isə səsim niyə bu gündədir? Əgər məni ilk dəfə də izləyirsinizsə, sizdə səsimlə bağlı hər hansısa bir fikir yaranmamış ola bilər, amma normalda səsim belə deyil. Sadəcə olaraq biraz xəstələnmişəm, amma eybi yoxdur, canınız sağ olsun. Və bunu da qeyd etmək istəyirəm ki, ən önəmli şey yenə can sağlığıdır. İndi gələk əsas məsələyə. Mən necə oldu ki, 4 universitetdə və 3 ölkədə təhsil aldım? Və əlbəttə bu videoda mən daha çox söhbət kimi olmağını istəyirəm. Ona görə inanın ki, ağlımda heç bir ssenari yoxdur. Sadəcə olaraq sizə demək istəyirəm ki, mən bu təqaüdü necə qazandım və yaxud da bakalavra necə bir tələbə idim ki, daha sonrasında magistr üçün də belə bir tələb ola bildim. Ən yaxşısı məncə budur, çünki bununla da siz ağlınızda hər hansı bir belə qeyri-real bir fikir formalaşdırmazsınız. Bakalavr təhsilimi Azərbaycanda almışam, orta statistik Azərbaycanlı bir gənc kimi. İkinci Danimarkadır, üçüncüsü isə Çexiyadır. Bir-birindən fərqli, biri Cənubi Qafqaz ölkəsi, biri Qərbi Avropa, biri isə mərkəzi və yaxud da hətta biraz da Şərqi Avropaya yaxın olan post-totalitaryan, post-kommunist bir ölkə. Bizim olduğumuz kimi. İndi bu 3 ölkədə 4 universitet deyəndə birinci Bakı Dövlət Universitetindən danışmalıyam, amma danışmayacağam. Hamınız bilirsiniz məncə kifayət qədər. Bakı Dövlət Universitetində jurnalistika fakültəsində təhsil almışam. Daha sonra bu 3 universitet, digər universiteti isə Erasmus Mundus Journalism adlı ikili diplomlu magistr proqramından aldığım təqaüd hesabına almışam. Birincisi, daha doğrusu ikisi Danimarka Media və Jurnalistika məktəbində və Aarhus Universitetində, Danimarkada yenə təhsilimi paralel olaraq davam etdirmişəm və exchange kimi bir imkanım olsa da, yəni sizə burada gəlib hətta 5 universitet və 4 ölkə deyə bilərdim, amma ona heç bir şəkildə nə fiziki resursum ona çatırdı, nə mental resursum, nə beynim, heç bir şey ona çatdırmayacaqdı deyə mən exchange eləmədim. Onun əvəzinə paşa-paşa Danimarkadakı məktəblərimi oxudum, universitetlərimi oxudum və ikinci il isə Çexiya Universitetində ən məşhur və ən qocaman universitetlərdən biri olan Charles Universitetində, siz buna Karlova da deyə bilərsiniz. Başqa nə deyirlər? Karlova, Charles, Karolina deyirlər latın dilindən. Bilmirəm. Bu universitetdə təhsil aldım. Və mənim ixtisasım magistr üçün yenə jurnalistika idi, amma bu səfər həm də media və qloballaşma üzrə ixtisaslaşdım deyə bilərəm. Xüsusən də ikinci il ixtisasım mənim post-totalitaryan media və 21-ci əsrin audiovizual dili üzrə bir maraqlı bir belə mövzuydu. Mən bakalavr dövründə dəli kimi oxuyan, dəli kimi hər gördüyüm yerə ixtisasımla bağlı, ixtisasıma yaxınlaşan və öz maraqlarıma uyğun olan hər gördüyüm yerə təcrübə proqramları üçün getməyə çalışan, pulsuz şəkildə də olsa işləyən, bunu sizə heç bir şəkildə məsləhət görmürəm. Pulsuz işləməyin, özünüzə o qiyməti qoymayın, okey? Çünki bizim fakültədə təhsillər olsun ki, hər zaman pulsuz işləmək önəmlidir, və davamlı olaraq gəncləri istismar edilə biləcək formaya gətirirlər. Yəni narahat olmayın, biz də cavanlığımızda pulsuz işləmişik, nə bilim, nə etmişik. Cavanlıqlar da ki 1980-ci illər. 1980-ci ildən 2025-ci il eyni deyil. Ona görə də pulsuz işləməyin. Özünüzə elə bir dəyər qoymayın. Çünki pulla bağlı dəyərləriniz, bilikləriniz, ağlınıza formalaşan bütün fikirlər sizin bundan sonraki bütün peşənizə, karyeranıza, karyera yolunuza çox təsir edəcək. Ona görə də pulla bağlı olan anlayışlarınızı, dəyərlərinizi, fikirlərinizi, maliyyə savadlılığınızı indidən artırın. Buna bir kiçik haşiyə, heç kiçik haşiyə olmadı kimi kənara çıxmaq istəyirəm. Çünki ucuz və pulsuz işlədiyiniz anlar sizin beyninizdən, vaxtınızdan, enerjinizdən, gəncliyinizdən gedir. Bu heç bir şəkildə 0 manata dəyən bir şey deyil. Yəni bundan daha çoxuna dəyən bir şeydir. Sizin gəncliyiniz, enerjiniz, öyrənmə və istəmə bacarığınız inanın ki 0 manatdan daha çoxuna layiqdir. Okay. Mən bakalavr dövründə 4 il ərzində ən az 5 yerlə intern, könüllü kimi çalışmışam. Bunun bir çoxunda multimedia jurnalistikası var idi. Bəzi yerlərdə redaktor kimi çalışmışam, amma redaktor deyəndə belə ağlınıza və media redaktor kimi gəlməsin. Sadəcə olaraq hansısa bir saytda redaktor nə edə bilərsə, pulsuz bir saytda onları eləmişəm. Yəni bakalavr dövründə
öz layihələrimi icra eləmək olsun, özüm üçün yeni planlar qurmaq olsun. Yəni mənim sahəm onsuz da belə bir sahədir ki, yeniliyə, azadlığa çox açıqdır. Yəni yeni bir fikrin varsa, bunu reallaşdırmaq istəyirsənsə, mənim sahəm bunun üçün çox yararlıdır, çox açıqdır buna. Sahəmdəki insanlar olmasa belə, sahəm buna çox açıqdır. Ona görə məsələn həmin dövrdə bəlkə bir çoxunuz da bilirsiniz, bilmirəm, Muza adlı elektron incəsənət jurnalı layihəsi həyata keçirdik və 4 buraxılışını yayımladıq. Daha sonra mənim fərqli podkastlarım var idi. Bakı Dövlət Universitetinin radiosunda öz verilişim var idi. Bunların hamısını dediyim kimi könüllü şəkildə öz təşəbbüslərim olduğu üçün eləmişəm, sevə-sevə eləmişəm. İndi də peşman deyiləm. Əksinə geriyə dönüb baxanda doğrudan da o vaxt fikirləşirdim ki, Pəri indi gələcəkdən bura dönüb baxanda necə özündən qürur duyacaq. Doğrudan indi baxıram. O qədər çox arxiv material yığmışam ki özüm üçün. Yəni əgər bir gün adıma Wikipedia profili falan açılsa, 18-22 yaş aralığım o qədər doludur ki, bundan qürur duymaya bilmərəm. Amma eyni şəkildə əlbəttə bunu necə təqdim edəcəyim də çox əhəmilidir və bu işlərin hamısının altında yatan mənaları bilməyin çox əhəmilidir. Məsələn, Muza elektron jurnalını, incəsənət jurnalını yalnız mən incəsənət olsun, jurnal olsun, nə olsun da nəsə kimi fikirləşib eləməmişik. Düzdür, ilk başda belə oldu, amma sonradan anladıq ki, bizim ətrafımıza yığdığımız 40-50 nəfər gəncin işini, gücünü, enerjisini, bacarığını, sevgisini ancaq bu sözlərlə ifadə etmək düzgün deyil. Ondan sonra mən başladım bu layihəni, yəni layihənin dəyərini, məqsədlərini mən və mənimlə yanaşı gedən komandamız biz belə qərar verdik ki, bu yalnız elektron incəsənət jurnalı deyil. Bu gənclərin öz fikirlərini, yazma bacarıqlarını, oxuma bacarıqlarını inkişaf etdirə biləcəkləri bir məkandır. Onlar üçün virtual bir məkandır, bir icmadır. Və bundan sonra əlbəttə ki, bu dəyərə uyğun addım atmağa başladıq. Bakalavr dövründə sakit qalmamaq, könüllü də olursansa, harasa gedirsənsə, nəsə də eləyirsənsə, onun doğrudan nə üçün orada olduğunu, nə üçün lazım olduğunu anlamaq çox önəmlidir. Hər qarşınıza çıxan yerə sırf burada dövlət işidir, ay nə bilim bu da dövlətin orqanıdır, ay bu da nə bilim bunda könüllü olsam imtahandan məni keçirəcəklər və s. ağdı ilə getsəz, sizin qazandığınız şey çox az olacaq. Ya da ki qazandığınız şey də bir şey olacaq ki, sizinlə bərabər milyon nəfər də onu qazanır. Mən başa düşmürəm o qazandığınız şeyləri sizin üçün fərqləndirən nə olacaq, əgər bunu milyonlarla insan qazanırsa inanda. Ona görə məsləhətim bu olardı ki, könüllü olduğunuz, ki könüllü olmaq okeydir, normaldır, gözəl bir anlayışdır. Hə, doğrudan dəyərinə baxanda altındakı dəyərə, inama, nə bilim, verdiyi, sizə qatdığı şeylərə baxanda normalda çox yaxşı bir aktivite olmalıdır. Amma bunu kimlər üçün elədiyinizə çox diqqət edin. Hər qabağınıza çıxan yerə könüllü kimi müraciət eləməyin və yaxud da hər qabağınıza çıxan yerə enerjinizi sərf eləməyin. Bu çox önəmlidir. Çünki bunu sizə elə bir yerdən deyirəm ki, məndə olan təcrübədən deyirəm ki, bəzən o qədər lazımsız yerlərə çox enerji, zaman, vaxt, resurs, beyin, nə bilim, fikir və emosiyalarını sərf eləyirsən ki, sən gəlib çox yaxşı bir yerdə o bütün resurslarını sərf eləməli olanda artıq sənə geri heç nə qalmır. Çünki sən 2 il ərzində, 1 il ərzində filan mənasız bir yerdə könüllü olmusan və orada sənə o qədər istismar eləyiblər ki, o qədər insanlara ümidin azalıb ki, insanlığa, dünyaya, o qədər sənin ümidini qırıblar ki, o qədər səni demotivasiya eləyiblər ki, sən lazım olan yerdə artıq səndə olan enerjini, səndə olan inamı, gücü ortaya qoya bilmirsən. Və bu məsələdə çox təhlükəli, ən təhlükəli olan hissədir. Ona görə də könüllü olursunuzsa, təcrübəçi olursunuzsa, işçi də olursunuzsa, yəni getdiyiniz və bu enerjinizi, bu resursunuzu, vaxtınızı, gəncliyinizi sərf etdiyiniz o yeri yaxşıca araşdırın və baxın görün ora bu dəyərlərinizi sərf etməyə dəyirmi? Bu dəyərlərinizi sərf etdiyiniz qədər oradan da xeyir alacaqsınızmı? Okay? Təqaüdə qəbul olma məsələsi. Dediyim kimi 1-ci il mən yenə həmin proqrama müraciət eləmişdim. Burada müraciətimin zəif olması ola bilər, gələcəklə bağlı planlarımın spesifik olmamağı və bir sözlə özümə güvənimin olmamağını misal göstərə bilərəm. Amma 2-ci il mən artıq çox dəqiq məqsədlər qoymuşdum özümə. Mən bu proqrama qəbul oluram ki, gələcəkdə
ölkəmdə belə bir işlə məşğul olum, ölkəmdə belə bir yenilik gətirim, ölkəmdə bundan məşğul olum, bunu icra edeyim və s. və axır. Yəni bir növ problem ortaya qoymuşdum. Mən özümdən danışmışdım ki, bu problemlərə necə həll yolu görürəm və nə üçün bu proqramda oxumaq mənə bu həll yolunu tapmaq və ya da bu həll yolunu ortaya qoymaq üçün lazımi bacarıqlar və savadla təmin eləyə biləcək və buna necə inanıram. Bunun çox hissəsi var. Bizdə yalnız matematika məktubu istəmirdilər. Bizdə 3 jurnalistik nümunə istəyirdilər sahəmlə bağlı olduğu üçün. Daha sonra bir essay istəyirdilər, onların seçdikləri 3 mövzuda və bir də motivasiya məktubu onların yazdıqları 3-4 sual əsasında yazmalı olduğum bir belə deyək məktub halı idi. Yəni belə qarışıq bir şey idi, amma dediyim kimi 2-ci il mən artıq çox özgüvənli idim və nəyi necə, nə cür dəyişdirmək istədiyimi çox yaxşı bilirdim və artıq özümü mütəxəssis kimi görməyə başlamışdım. Çünki o 1 il mən təqaüd almadım, getməli olmadım. Yəni çünki mənə verdikləri təklif gəl özün pulunu ödə idi. Mənim Danimarkada təhsil ala bilmək üçün pulum yoxdur. Ona görə də əlbəttə ki, bu mənim üçün bir seçim belə deyildi və mən həmin 1 ili işləməyə yönəldim. Freelance işlədim, müəyyən korporativ qurumlarla işlədim. Bir sözlə, özümü maksimum nə qədər çox bir mütəxəssis kimi yetişdirə bilərəmsə, ona fokuslandım və onu elədim. Və bundan sonra 42.000 avroluq bu təqaüdü qazandım. Bu təqaüd mənim bütün 2 il ərzində təhsil aldığım müddətdə bütün xərclərimi qarşılayırdı, təhsil haqqımı qarşılayırdı, sığortamı qarşılayırdı, öz ölkəmə geri qayıtmaq, getmək və s. kimi səyahət büdcəmi qarşılayırdı. Bir sözlə hər şeyi qarşılayırdı. Danimarkada oxumaq, əgər indiyə kimi baxmamısınızsa, ilk videom, elə YouTube-dakı ilk özümü göstərdiyim videom Danimarka təhsilindən bağlı idi. Onu düzdür 1-ci semestrdə oxuyanda çəkmişəm, biraz tez həvəslənib çəkmişəm, amma indi deyə bilərəm ki, Danimarkada oxumaq mənim həyatımın dönüm nöqtəsi ola bilər. Ona görə yox ki, orada belə dəhşətli nəsə baş verib. Çox sadə bir həyatım olub Danimarkada 1 il ərzində. Amma təhsil aldığım müddətdə həm mənim müəllimlərimin tələblərə olan yanaşması, bizi hörmət edilə biləcək bir insan kimi görməkləri, bizi veclərinə almamaqları, bizim onların bizə təqdim elədikləri dərsləri, kontentləri, informasiyanı doğru bir şəkildə qəbul edə bilməklərimizdən əmin olmaq istəkləri çox dəhşət idi. Yaxşı mənada dəhşət idi. Bunu görməyim məni çox rahatlatdı. Eyni şəkildə Azərbaycandan Danimarkaya addım atmış bir gənc kimi əlbəttə özümü hara vurum, hara çırpım, nə edeyim bilmirdim və o 1 ilim tamamilə özümü anlamağıma sərf elədiyim bir il oldu. Ona görə çətin bir il idi, amma eyni şəkildə də Danimarka təhsil sistemini öyrənmək üçün çox maraqlı bir il idi. Danimarka təhsil sisteminin özünə məxsus xüsusiyyətləri, bal sistemi və s. kimi mövzular dediyim kimi 1-ci videoda baxa bilərsiniz. İndi gələk Çexiyaya. Çexiya insanları səbəbi ilə biraz daha dediyim kimi bizim də aid olduğumuz postkommunist, posttotalitarian ölkələr sinfinə daxildir və Sovetin təsirləri orada da hiss olunur. Çünki insanlar bizim kimi biraz sifətlərinə zəhrimar yağan tipdə insanlardır. Hamısı olmasa da, əlbəttə bizdə də hamısı elə deyil, amma Praqada yaşayırdım 1 il ərzində təhsilim üçün və Praqada yaşayan insanların, xüsusən çexlərin miqrantlardan və turistlərdən nə qədər çox bezdiyini hər gün onların sifətlərinə baxanda görürdüm. Hər dəfə mən ingiliscə onlara cavab verəndə görürdüm və bu bir o qədər də xoş bir təcrübə deyildi, düzünü demək gərəkərsə. Amma təhsil sisteminə gələndə isə Çexiya təhsil sistemi də, məsələn, Bologna təhsil sistemində səhv etmirəmsə, hansı ki, qayıblara baxırlar, iştirak olunur və s. Müəyyən qədər Çexiyada bu var idi. Danimarkada ümumiyyətlə yox idi. Müəyyən qədər Çexiyada var idi, amma bunu müəllimləri özləri tətbiq edirdilər. Məsələn, əgər sən dərslərin hamısına qoşulmamısansa, 75%-nə qoşulmusansa, artıq bu ümumi balına, yekun balına təsir edə bilərdi. Müəllimlərimiz çox yaxşı müəllimlər idilər. Çoxu cavan idi. Danimarkada da çoxu cavan idi və bir çox praktiki və studiyada təşkil olunan dərslərdə iştirak elədik. Eyni şəkildə bəzi nəzəri dərslərimiz olsa belə bunların hamısını demək olar ki, çox belə söhbətyana, çox rahat mühit var idi. Ona görə məni çox rahatladan bir il oldu. Həmçinin Çexiyada aldığım təhsildə. Sadəcə olaraq Çexiyada məni ən çox sıxan, məni və qrup yoldaşlarımı sıxan ən böyük şey Çexiyada 2-ci semestrimiz tamamilə tezis yazmağa fokuslanmışdı. 1-ci semestrimizdə tezisə yazmağa başlamaq üçün bir mərhələ formatındaydı, amma 2-ci semestr sırf tezis yazırdıq və bu çətin idi. Çox çətin idi. Mən
yanvardan başlayaraq, yanvardan etibarən tezisimi yazmağa, hazırlamağa və müsahibə alacağım insanlarla müsahibə almağa, metodologiyama qərar verməyə başlamışdım. Amma bu məni çox panikada hiss etdirirdi. Çünki nə edəcəyimi bilmirdim. Güvənim belə nataraz idi. Gah özümə çox güvənirdim, bəzən heç güvənmirdim. Bəzən deyirdim ki, ayda bunun hamısını yazıram, amma böyük ehtimalla C alacağam, böyük ehtimalla D alacağam. Çünki mən Avropa təhsil sistemini hələ də anlaya bilmirəm və s. və axır. Spoiler alert. Mənim tezisim qrupum içərisində ən yaxşı tezis seçildi. A alan tək-tük insanlardan biri oldum. Bu qədər panikanın içərisində tezisimi yekunlaşdıra bildim. Tezisimi yazdım. Çox da bəyənildi. İndi bütün videonu, bütün məsələni sizə izah edəndən sonra gəlirəm ən əsas məsələlərə. Necə oldu ki, mən 4 universitetdən və 3 ölkədə təhsil aldığım müddətdə bir qəpik onlara vermədim, amma onları mənə ödəniş etməyə səbəb oldum. Birincisi, çalışqanlıq. İkincisi, disiplin. Üçüncüsü, özünə güvən. Çünki hətta mənim ən az özgüvənli olduğum dövrlərdə belə mən özünə güvən dedikdə təhsilini aldığım sahəni çox sevdiyimi, bacarsız olsam da, olmasam da bu sahəni öyrənmək istədiyimi çox yaxşı bilirdim. Bu sahənin ardınca getmək istədiyimi çox yaxşı bilirdim. Bu sahənin dəyərlərinə, məqsədlərinə uyğun olduğumu və bununla da bərabər özümü o sahədə görmək istədiyimi çox yaxşı bilirdim. Məhz bundan danışıram. Yəni şəxsi həyatınızda özgüvənli olmağınız əlbəttə ki, buna təsiri var, amma mənim özgüvənim daha çox mənim özümü bu sahədə görməklə bağlı idi. Hətta bu sahədə görmədiyim vaxtlarda belə mən bilirdim ki, mən ən çox bu sahədə olmaq istəyirəm. Başa düşürsüz? Özümü ən bacarıqsız hiss etdiyim zamanlarda belə bilirdim ki, mən bu sahəni davam etdirəcəm. Olmasın belə, olsun hələ. Olmasın A variantı, olsun B variantı, fərq etməz. Mən istiqamətimi dəyişəcəm. Amma yenə bu sahənin, bu industriyanın, bu sənayenin, bu sektorun içərisində olacağam. Şuur altında həmişə bu var idi. Dediyim kimi, disiplin. Siz istəmədiyiniz halda sizi heç kim yerinizdən qaldırıb, dərs oxu, motivasiya məktubu yaz, özünə gün ağla, özü vizyon olaraq inkişaf elətdir deməyəcək. Bunun heç kimin sizə bununla bağlı borcu da yoxdur. Bütün günün TikTokda, Instagramda Reels falan izləmək əlbəttə ki, eləyə bilərsiniz, əyləncədir, bunu da eləməlisiniz. O deyənlər var ya, bunu eləməyin, telefonu at kənara, 6-da oyan, yox. Sizə sadəcə lazım olan odur ki, disiplini necə ola bilərsiniz, onu tapasınız. Bəzi insanlar 2 saat TikToka baxır, 3 saat işləyə bilir. Bəzi insanlar 5 saat TikToka baxır, 1 saat ərzində işləyir, amma o qədər yaxşı işləyir ki. Önəmli məsələ odur ki, sizin üçün sizə uyğun metod nədir, bilmirəm, cədvəl nədir, necə oxumalısınız, necə yazmalısınız, necə öyrənirsiniz, vizual öyrənənsiniz, yoxsa qulaq asıb öyrənirsiniz, yoxsa özünüz danışaraq öyrənirsiniz. Bunu öyrənməyinizdir. Özünüzü nə qədər çox tanısanız, özünüz haqqında qərarlar almaq, öz gələcəyinizi yaza bilmək bir o qədər asan olacaq. Əlbəttə özünüzü tanımaq çox-çox geniş anlayışdır. Necə eləyə bilərsiniz, bilmirəm. Yəni mən də hansısa bir şeylə getməmişəm. Sadəcə olaraq mən bilmişəm ki, mən özümə gün ağlamalıyam. Məni indiyə kimi həyatımda ən çox ingiliscə demək drive eləyən, yəni nəyəsə çatmağıma kömək eləyən, məni həmişə ayıq saxlayan şey odur ki, mən özümə gün ağlamalıyam. Fərq etməz Azərbaycanda, xaricdə, yerdə, göydə, hansı iş olursa olsun, mən öz gələcəyimi özüm qurmalıyam. Bunu mənim üçün heç kim eləməyəcək. Bu mənim ağlımda 17 yaşımdan bəri var. Çünki 17 yaşımdan dedikən 10-cu sinifdən bəri var, çünki abituriyent olsam və s. və axır. Amma 17 yaşında universitetə girəndən sonra mən bildim ki, okey, indi mən xəyallarını qurduğum peşədə təhsil alıram. Bu peşədə çox insan tanışlıqla onunla bununla işə girirmi? Bəli. Bir çox insan təhsilsiz olaraq, jurnalist olaraq çalışırmı? Bəli. Deməli, mən nə istəmirəm bəs? Mən tanışlıqla işə girmək istəmirəm. Mən kiminsə pul verib məni işə salmağını istəmirəm. Mən kiməsə xahiş eləyib işə getmək istəmirəm. Mən istəyirəm ki, güclü bir mütəxəssis olum və mənə gəlsinlər. 17 yaşından bəri mənim vizyonum bu olub ki, mən mütəxəssis olacağam və mənə gələcəklər. Düz bu bəzən olub, bəzən olmayıb. Çünki həyat həmişə istədiyimiz kimi olmur əlbəttə və biraz real olmaq lazımdır. 17 yaşındakı Pərinin də özgüvəninə maşallah. Disiplininizi müəyyən edin və özünüzü tanımağa çalışın. Öyrənmə metodlarınızdan, həyata baxış tərziniz, vizyonunuz və s. və daha sonra o istiqaməti özünüz üçün seçin. Xüsusən də əgər peşəniz üzrə daha da yaxşı mütəxəssis olmaq istəyirsinizsə, hər gün öyrənin. Xəbərdar olun.
dünyadan xəbərdar olun. Sizin sahənizdə dünyanın hansı hissəsində nə baş verirsə, bunlardan xəbərdar olun. Əgər indi gördüyünüz məşhur insanlar, bildiyinizdə necə məşhur, savadlı məşhur olan insanların necə məşhur olduğunu düşünürsünüzsə, onların bir çoxu bunu eləyiblər. Sadəcə olaraq dünyanın müxtəlif yerlərində öz sektorları, öz sahələri ilə bağlı hər zaman yenilikləri izləyiblər və onu lokallaşdırıblar. Əgər əlbəttə ki, məqsədiniz Azərbaycan üzrə yaxşı bir mütəxəssis olmaqdırsa, aldığınız informasiyaları lokallaşdırın və s. və laxır. Özgüvən. Ən pis gününüzdə belə özgüvənli olmağa çalışın. Özgüvənli görünməyə çalışın. O motivasiya məktubunu əgər yazırsınızsa bir dəfə, 1 saatlıq özünüzə yalan danışın və o motivasiya məktubunu yaxşı yazın. Özgüvənli yazın. Özünüz haqqınızda yaxşı düşünərək yazın. İkincisi, özgüvənsiz olmamağa çalışın. Çünki bizim bu həyatda özümüzdən başqa heç kimimiz yoxdur. Bu bədən, bu ağıl, bu əl-qol, nə bilim, bu hisslər və s. Biz hamımız bir bütöv olaraq, yəni bu bütün komplekt bir bütün olaraq bizik. Biz dəyişə bilməyəcəyik. Ona görə də artıq özümüzü qəbul etdiyimiz tərzdə özümüzdən davam etməliyik. Yəni biz buyuq. Yaxşı tərəfimizdən, pis tərəfimizdən indi hər şeydə bəraət qazandırmağı da demirəm, amma biz buyuq. Ona görə necəsə bu həyata davam etməliyik. Ona görə özünüzü nəyisə görə cəzalandırmaqdan və günahlandırmaqdan çəkinin. Əksinə özünüzü qəbul edin, özünüzü anlayın. İçərinizə dönün, baxın və özünüzü necə daha yaxşı halınıza gətirə bilərsinizsə, onu anlamağa çalışın. Çünki sizin bədəniniz, sizin beyniniz, overthinker olmağınız, hər şeyi ən dibinə qədər düşünməyiniz, filan xüsusiyyətiniz, nəyiniz filan, bu sizin düşməniniz deyil. Siz bir eyni komandadasınız öz bədəninizlə, ağlınızla və s. Özünüzə qarşı səbirli və mehriban olun. Ən sevdiyiniz insana, bacınıza, qardaşınıza, nə bilim, ananıza, atanıza nə qədər səbirli və mehriban ola bilirsinizsə, özünüzə qarşı da, ya da ki, yaxın bir dostunuza, sevgilinizə, nə bilim, ən çox bir dənə düşünün ki, elə bir insan var ki, həyatınızda siz ona heç o səsinizi yüksəldə bilmirsiniz. Heç ona qarşı kobud ola bilmirsiniz. Bax, o insan birinci sizin özünüz olmalıdır. Ondan sonra hər şey gələcək, okey? Bunları ona görə deyirəm ki, mən o təqaüdləri qazananda belə idimmi? Yox, amma ən azından o vizyon var idi, başa düşürsünüz. Son olaraq isə sizə qanad verməyən, əksinə qanadlarınızı qıran insanlara qulağa verməyin, qulaq asmayın. Qulağınızı bağlayın və nə edirsinizsə onu eləyin. İnanın ki, əgər bu bakalavr dövründə falan danışdım, əgər mən bakalavr dövründə bu qədər iş elədiyim məqamda, qrup yoldaşlarımın məndən hər yerdə pulsuz işləyirsən falan zarafatlarını qulaq assaydım, radio verilişimi apardığım müddətdə məni bir tələbə kimi, gənc bir və həvəsli bir insan kimi məni həvəsləndirməyə çalışmaqdansa, mənim ümidlərimi qırmaq istəyən, məni özüm haqqında pis hissetdirməyə çalışan, yekə müəllimlərə qulaq versəydim, sizcə mən bugün burada olardımmı? Xeyr, olmazdım. Bəlkə də olardım, bilmirəm. Bəlkə də olmazdım, amma böyük ihtimalle olmazdım. Ona görə də yəni bu problemlər, insanlar, danışanlar, sizi yüksəlməyinizi görmək istəməyən insanlar olacaq. Hər yerdədirlər. Bir də yadımdan da heç çıxmır. Jurnalistika fakültəsinə bacarıq imtahanı, qabiliyyət imtahanı vermişdim. Və o da elə bir imtahandır ki, yəni 400 nəfər imtahan verirsə 60-a kəsilir. Onlar da ki, day sözü yaza bilməyən, cümlə yaza bilməyən, Azərbaycan dilindən qanmayan insanlardır da, belə deyək. Ən təbii və ən mehriban şəkildə. Qalan o 360 nəfər keçəcək də, yəni. Və mənim qohumlarım bəziləri demiş ki, pul verib keçirmisiniz Pərini. Esse yazırsan. Yəni bir məktəb şagirdi esse yaza bilmirsə, dəyə oluram da belə şeylər. Nəysə, digər bir önəmli məsələ buymuş ki, yəni bunu demək istəyirəm, yadımdan çıxmamış. Qulağınızı bağlayın. Yalnız özünüzü dinləyin, öz beyninizi dinləyin və s. Vəsə, qutardı. Heç bir şey mümkünsüz deyil. Unless nə vaxt ki, nə qədər ki, siz öz üzərinizdə işləyirsiniz, özünüzə gün ağlayırsınız dediyim kimi, gələcəyiniz haqqında düşünürsünüz, narahatsınız və bunun üçün addım atırsınız. Yerinizdə sayıb yaxşı bir şeylərin olmağını gözləməyin. Öz üzərinizə davamlı olaraq işləyin, sahəniz haqqında maksimum öyrənməyə çalışın. Kameranın bateriyası ölür. Bu qədər. Sağ olun.